Sənə gücümün çatdığı hər şeyi qurban verməyimə rəğmən, sən yenə də gözünü mənim gücüm çatmayan şeylərə dikdin. Yanında olmaq üçün etdiyim bütün fədakarlıqları görməzdən gəldin. Bütün çətinliklərə rəğmən, şəxsi maraq və xeyir güdmədən saf qəlbimlə etdim hər şeyi. Sənin kimilər istifadə etdiyi insanların qəlblərinə baxmazlar. Ey nankor insan, həyatımda sənə qarşı bəslənən saf hisslərdən başqa heç nəyin yox idi. Səni buraxmaq lazımdı. Mən səndən sonra başa düşdüm ki, biz ayrılmamışıq. Allah məni səndən aldı. Sən də layiq olduğun yerdəsən. Qarğanı bağçada saxlamaq olmazmış. Ağlı həmişə zibillikdə qalarmış.